Azərbaycanın ixrac potensialının artırılması üçün məhsullarımızın beynəlxalq standartlara cavab verməsi vacib şərtdir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mövsümə hazırlıq işləri çərçivəsində xurma, nar, pomidor və digər məhsulların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması istiqamətində işlər aparılır. Bu məqsədlə istehsalçılarla görüşlər keçirilir. Məqsəd ixrac olunan bitkiçilik məhsullarının bitki mühafizəsi haqqında beynəlxalq konvensiyaya, həmçinin idxalçı ölkələrin digər tələblərinə cavab verməsidir. Bizim diqqət çəkəcəyimiz əsas məqamlardan biri məhsulların etiketlənməsinin, həmçinin onların qablaşdırılmasının idxalçı ölkələrin tələblərinə uyğun olmasıdır. Belə ki, burada meşə materiallarından istifadə edilən həm atlıqlar, həmçinin qablaşdırma materialları sadaladığın beynəlxalq standartların tələblərinə uyğun olaraq zərərsizləşdirilməli, müvafiq qaydada işlənilməli və onların üzərinə möhürlər, nişanlar vurulmalıdır. Həmçinin onların etiketlənməsi idxalçı ölkələrin və beynəlxalq standartların tələblərinə uyğun olmalıdır. Belə ki, etiketlər əgər yapışqanlı stiker vasitəsilə məlumatlar vurulursa, bu zaman onlar yapışqanlı, dayanıqlı və qopmamalıdır. Çünki əfsuslar olsun ki, bəzi hallarda biz müşahidə edirik ki, etiketlər eşiklərin, taraların üzərinə vurulduqda düzgün vurulmur.